Salam hörmətli izləyicilər. Bax bu gördüyünüz ərazi, bu istirahət məkanı bu Qubanın 2-ci Nüqədi kənd ərazisindədir. Bura nə adlanır müəllim? Səringöl. Həkim bura nə adlanır? Səringöl. Bura Səringöldür. Bax buranın ən gözəlliyi, özəlliyi ondadır ki, bax burada sadəlikdir, təbii kənd həyatı var burada. Bəzəkli lampalar yoxdur. Nə bilim belə, yəni çox belə dizayner verilməsə də, amma bura sadədir. İnsan özünü burada elə bilir ki, öz doğma kənd ocağında istəyir. Görürsünüzmü? Əyləncə uşaqlar üçün. Bax burada da göl var. Əsas burada ancaq təbiətin səsidir. Daşın səsi, hay-küy yoxdur. Hə? Quşların səsidir. Hə, ancaq quşların səsidir. Hə, bir sual da verəcəm sizə əziz izləyicilər. Bu Allah Teala deyir, insanları sevdi, quşları yaratdı. Yeri gəlib deyirəm. Bəs insan Allah Teala insanları sevib quşları yaradıb. Bəs insan quşları sevib nə yaradıb? Bax, cavab yazarsınız. Kim yaxşı cavab yazsa, ona təşəkkür, mükafat düşür. Baxın, görürsünüzmü? Bax, bu da böyük göldür. Ay doktor, ay həkim, Məzahir həkim, burada balıq varmı? Hə? Sən Allah. Ay maşallah, nə gözəldir. Bu yuxarıdan yol var da yuxarıya. Mən buranı görmüşdüm yuxarı gedim. O tərəfki göldür, hə? Çox gözəl məkan. Yolumuz Qubaya düşsə, 2-ci Nüqədi ərazisində, bax, burada gəlin istirahət edin. Voleybol, nə bilim, mini futbol. Çox gözəl uşaqların istirahət edir. Çox belə arxayın, ruhu dincəlir adamın. Hə? Şənlik keçirə bilərlər. Bəli, şənlik keçirmək üçün. Nə bilim, hər şəraiti var burada. Qalmağa evlər də. Bax, orada bulaq suyu gəlir, dağlardan gələn bulaq suyudur. Kotejlər də var da burada. Bax, o kotejlər də var deyir burada. Gör nə gözəl yerdir. Bura bir də deyir, Səringöl. Səringöl. Şənlibel gölünün yanı. Şənlibel gölünün yanıdır Səringöl. Buyurub gələ bilərsiniz. Təşəkkür edirəm dinlədiyinizə görə. Sağ olun.